tabor komandirimiz bildirdi ki, bir neçə nəfər, yəni 3-4 nəfər snayper ayrılsın və qayıtsın bayaqki radiolokasiya sisteminin yanına, oradan düşmənin olma ehtimalı var və oradakı vəziyyəti qiymətləndirsin, bizə məlumat versin. Əgər düşmən varsa da yenə də yəni məhv eləsin. Ora gedən snayperlərdən biri də mən idim. Mən sevmirdim də, yəni təchizatımı, veşmişokumu hardasa qoymağı. Çünki özümə lazım olan elə vəziyyətlər olur ki, özünə lazım olur, sən onu bir də gedib axtarıb tapmaq çətin məsələdir. Komandir bildirdi ki, veşmişoklarınızı qoyun burada, yəni özünüzlə aparmayın da, bir də onsuz da qalib gələsiniz. Mən dedim ki, yox, özümlə aparım, özümlə də gətirərəm də. Veşmişokumu götürdüm. Və biz ora gəldik, ərazinin müşahidəsini apardıq. Dedik ki, burada heç kim yoxdur da, həqiqətən də həmin müddətdə orada heç kim yox idi. Rabitə vasitəsi ilə əlaqə saxladıq, bildirdik ki, burada heç kim yoxdur da, yəni təmizdir. Tabor komandiri dedi ki, hə, onda qayıdın, gəlin, bəs veşmişoklarınızı götürün, biz də qayıdırıq ora. Mən veşmişokumu əvvəlcədən götürdüyümə görə dedi ki, İsgəndərov Əli götürüb də veşmişokunu. Qalsın orada, bir də yanında bir nəfər qalsın. Mənim də yanımda rəhmətli Quliyev Tərlan məndən bir yerdə qaldı orada. Onun veşmişokunu da digər gələn yoldaşlar gətirməli idi. Biz orada düşmən özü üçün mövqe qazmışdı. Biz Tərlana dedim ki, Tərlan gəl düşək bura, mövqedə gözləyək. Bilmək olmaz da, hər an gələr, düşmən gələr, eləyər, yerimiz uyğun qaydada olsun. Biz orada elə düşmənə tərəf müşahidə aparırdım silahımın pesosu ilə. Bir də baxdım ki, aşağıdan meşənin elə dərinliyindən də olar bir 200 metr filan belə aralıdan. Belə qaraltı kimi nəsə bizə sarı yaxınlaşır. Mən İsgəndərov Əli İsmailoğlu 20 mart 1997-ci ildə Gəncə şəhərində anadan olmuşam. Kəlbəcər rayon məcburi köçkünü olduğumuz üçün yaşayış yerimizi dəyişməli olmuşuq və Goranboy rayonunda məskunlaşmışıq. Goranboy rayonunda biz yaşadığımız yer döyüş bölgəsinə çox yaxın olub. Və demək olar ki, hər gün güllə səsi eşitmişik və bu səs-küy ilə, bu döyüş bölgəsinin ab-havası ilə böyümüşük. Və bu məndə düşmənə olan nifrəti daha da artırıb. Məktəbi bitirdikdən sonra 2014-cü ildə Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya Fakültəsinin Sosial İş ixtisasına qəbul olmuşam. Universitet illərimdə əlbəyaxa döyüş idman növü ilə professional şəkildə məşğul olmuşam və xaricdə keçirilən dünya çempionatlarında və beynəlxalq turnirlərdə iştirak edib Azərbaycan üçrəngli bayrağını ən yüksək pillələrdə dalğalandırmışam. Həmin yarışlarda təbiidir ki, mənfur düşmənimiz də iştirak edirdi, ermənilər. Və mən himnimizi səsləndirdikdə onlar belə ayaqüstə Azərbaycan himnini dinləməyə məcbur olmuşdular. Və 2016-cı ildə növbəti yarışlarımdan biri dünya çempionatında mən final mərhələsində erməni rəqibimlə döyüşmüşəm və erməni rəqibimi üstələyərək xal hesabı ilə ən yüksək pillədə Azərbaycan bayrağını dalğalandırmışam. Yəni bu mənim üçün unudulmaz bir qələbələrimdən biri idi. 2016-cı ildə universitetdə oxuduğum müddətdə aprel döyüşləri başladı və aprel döyüşləri başladığı müddətdə mən universitetdə oxuduğuma görə döyüşlərdə təəssüf ki, iştirak edə bilmədim. Lakin çox istəyirdim ki, iştirak edim və bununla bağlı müraciət belə etmişdim. Lakin mənə universitetdə oxuduğumu və buna ehtiyacın olmadığını bildirdilər. Və həmin müddətdə aprel döyüşlərində xüsusi təyinatlı qüvvələrin artıq sədası bütün Azərbaycana yayılmışdı və hər kəs 052-nin, Yaşmanın, xüsusi təyinatlı qüvvələrin döyüş əməliyyatlarından və onların peşəkarlığından düşmənə necə zərbələr endirməyindən hər kəs danışırdı. Bu məndə xüsusi təyinatlı qüvvələrə marağı daha da artırırdı və mən özümə artıq qarşıma məqsəd qoymuşdum ki, mən yəni universiteti oxumağıma baxmayaraq xüsusi təyinatlı qüvvələri kursunu nə cür olur olsun keçməliyəm və xüsusi təyinatlı qüvvələr mənsubu olmalıyam. Bu məndə həm bir xüsusi təyinatlı qüvvələrə olan belə ehtiramından yaranırdı, həm də bayaq da qeyd etdiyim kimi bir məcburi köçkün olmağım məndə bu hissi daha da artırırdı. Onu da qeyd edim ki, mənim
babalarım, belə deyim, ulu babalarım Gərgər türklərindən olmuşuq. Lakin ermənilər indi həmin yeri Herher adlandırır, həmin kəndi Herher kəndi adlandırıblar. Əslində isə həmin kəndin adı Dərələyəzin Gərgər kəndi olub. Yəni Gərgər türkləri, Qarqar türkləri Azərbaycanın ən döyüşkən tayfalarından biri olub. Yəni Dərələyəzin də həmin o Gərgər kəndinə 1832-ci ilə qədər ancaq Azərbaycanlılar yaşayıb o kənddə. 1832-ci ildən artıq ruslar, mənfur ruslar Azərbaycanın digər bölgələrində olduğu kimi həmin Dərələyəz mahalına və Gərgər kəndinə belə erməniləri yerləşdirməyə başladılar. Və bundan sonra artıq biz Azərbaycanlılar orada kompakt yaşadılar. Lakin 1918-ci ilə qədər davam elədi bu müddət. 1918-ci ildə ermənilərin hər zaman öz xislətlərini göstərdikləri kimi həmin yerdə də Azərbaycanlılarla artıq rusların vasitəsilə silahlandıqdan sonra Azərbaycanlılarla düşmən şəklində yaşamağa başladılar və düşmənçilik etməyə başladılar. Və bunun nəticəsində bizim babalarımız o torpaqlardan məcburən didərgin salındılar və Qarabağ zonasında yerləşdilər. Növbəti mərhələdə isə məlum məsələdir, 1-ci Qarabağ müharibəsindən sonra artıq növbəti bir məcburi köçkün dalğası başladı və düşmənlərimiz Azərbaycanın Qarabağ bölgəsini və Şərqi Zəngəzur torpaqlarından bizim babalarımızı, nənələrimizi həmin torpaqlardan məcbur şəklində soyqırım törətməklə, vəhşiliklər törətməklə oradan çıxartmışdılar. Yəni bunları mən heç vaxt unutmamışam. Hər zaman yaşamışam bu hissləri. Demək olar ki, hər il mən Xocalı faciəsi günü həmin səhnələrə baxaraq daha da təsirlənmişəm. Və bütün bu sadaladıqlarım məndə düşmənə olan nifrətimi daha da artırırdı və bayaq da dediyim kimi artıq mənə bir xüsusi təyinatlı olmaq və düşməndən bu qisasımızı almağı mənim də bir payım olması üçün yəni xüsusi təyinatlı olmaq seçimini qarşıma qoymuşdum. Universiteti bitirdikdən sonra 2018-ci ildə mən hərbi xidmətə yola salındım və hərbi xidmətdə mən ancaq yəni hər kəs bilirdi ki, mən xüsusi təyinatlı qüvvələrə getmək istəyirəm, oranın kursuna yazılmaq istəyirəm. Hərbi xidmətdə əsgərlikdə olduğum müddətdə belə kəşfiyyat bölüyünü seçmişdim və axır ki 052-nin kursunun seçiminə gəldilər və təsəvvür edə bilməzsiniz, mən onda necə sevinmişdim ki, axır ki seçim gəldi və mən gedib xüsusi təyinatlı qüvvələr kursunu keçəcəm. Və eşitmişdim də ki, bu kurs çox çətindir, yəni hər adam bu kursu keçə bilməz, dözə bilməz. Mən qarşıma məqsəd qoymuşdum ki, yəni bu kursu keçə bilən varsa, demək ki, mən də bu kursu keçə bilərəm. Yəni, mümkünsüz heç nə yoxdur. Və kursa yazıldım. Kursa yazıldığım bir müddətdən bir qədər keçdikdən sonra, bir neçə ay keçdikdən sonra məni kursa çağırdılar və mən xüsusi təyinatlı qüvvələrin en ali hərbi hissəsinə kurs üçün ezamiyyətə yola salındım. Belə deyim, kurs haqqında çox danışmaq istəmirəm. Kursun elə ilk o darvazadan içəri girmək, yəni o atmosferi, o ab-havası insana bəs edir də, belə deyim ki, yəni burada keçən proses nədir? Yəni oranın atmosferi tamamilə başqadır. Azərbaycanın əsl belə igid oğlanları o kursu keçir, qəhrəman oğlanları bu kursu keçir, keçə bilir daha doğrusu və xüsusi təyinatlı qüvvələr adına layiq görünür. Və mən də bu kursun çətinliyinə baxmayaraq, deməli, kursa başlanma sayını dəqiq deyə bilmərəm. Yəqin ki, 500-dən yuxarı olardı belə kursa gələnlərin sayı. Lakin kurs müddətində kursu keçən cəmi 24 nəfər olmuşdu bizim kursu. Həmin kursu mən 4-cü pillədə bitirmişdim və öz ixtisasım üzrə 1-ci yerdə qurtarmışdım. Onu da qeyd edim ki, mən xüsusi təyinatlı qüvvələr kursunda snayper ixtisası üzrə təhsil almışam və snayper ixtisası üzrə bitirmişəm və növbəti xidmətimi də snayper kimi davam elətdirmişəm. Kursu bitirdikdən sonra artıq mən xüsusi təyinatlı qüvvələr mənsubu adını qazanmışdım və bu ad mənim üçün çox qürur verici idi. Çünki mən bütün həyatım boyu
bir xüsusi təyinatlı qüvvələr mənsubu olmağı arzu edirdim və bunun üçün hər zaman çalışmışdım. Bu istər universitet həyatımda olsun, istərsə də idman nailiyyətlərimi qazanarkən, yəni bir xüsusi təyinatlı qüvvələr mənsubu olmağı düşünərək bu addımları atırdım və bu nailiyyətləri qazanırdım. Xidmətə başladıqdan sonra 2020-ci ildə düşmənin aktivliyi daha da artmışdı və artıq vaxt çatmışdı ki, biz düşməni susturmalıydıq, yerində otuzdurmalıydıq və torpaqlarımızı işğaldan azad etməyin vaxtı gəlib çatmışdı. Hər kəsin, hər bir xüsusi təyinatlı qüvvələr mənsubunun gözlədiyi sadəcə Cənab Ali Baş Komandanın əmri idi ki, biz bu əmri yerinə yetirək və mənfur düşməni öz torpaqlarımızdan qovub rədd edək. 2020-ci ilin sentyabrın 27-sində artıq hər kəsin, hər bir xüsusi təyinatlı qüvvələr mənsubunun gözlədiyi bu əmr verildi və müvafiq olaraq döyüş bölmələrinə ön xəttə yollandıq və döyüş tapşırıqlarının icrasına başladıq. Bizim bölməmizin ilk tapşırıqları Murov istiqamətində olub, Koroğlu zirvəsi istiqamətində. Həmin istiqamətdə döyüş tapşırıqlarına başladıq və biz keçid etməli idik. Demək, susuzluqdan keçib Çəhli dağda mövqelər qurmalı idik və düşmənin Kəlbəcərə girəcəyi yolu kəsməli idik və əlavə güc qüvvənin ora girməsinin qarşısını kəsməli idik. Tapşırığımız bundan ibarət idi. Və belə də oldu. Biz yollandıq və keçdik düşmən arxasına. Onu da qeyd edim ki, həmin vaxt hava şəraiti də bizim xeyrimizə oldu. Duman çökdü və düşmən biz keçən zaman bizi görmə imkanı olmadı. Biz rahat bir şəkildə keçdik. Və orada biz düşmənin sonradan qurulmuş gizli bir postu ilə rastlaşdıq. Deməli, biz bir kolonda irəliləyirdik. Həmin ərazidə düşmən bölməsi gözləmirdik və dazorlar qarşıda irəliləyirdi. Onu da qeyd edim ki, şəhid kapitan Abdullayev Rəşad da həmin dazorda ön sırada irəliləyirdi və qəfil dumanın çəkilməsi və düşmən postunun çox yaxınlıqda olması, düşmənin açdığı atəş nəticəsində biz orada ilk şəhidlərimizi kapitan Abdullayev Rəşad və Daşdəmirov Orxanı çox təəssüf olsun ki, itirdik. İlk güllə səsini eşitdikdən sonra bütün bölməmiz artıq döyüş düzülüşünə keçərək düşmən üzərinə hücuma keçdik. Mənim və Həsənov Səttan 3-cü tağımda olmamıza baxmayaraq öz veşmişokumuzu belə arxada tulladıq və irəli qaçdıq ki, çataq və öndə olanlara kömək edək ki, onlar qarşıda dazorları vəziyyətdən çıxarda bilək. Və elə də elədik. Həsənov Səttamda RPG silahı idi. Qumbara atan da RPG silahı. Onun vasitəsilə demək olar ki, bütün səngərintisini, düşmənin yerləşdiyi səngərintisini ondan darmadağın eləmişdi. Və Babayev Rəşad da şəhid olub, o da orada xüsusi bir şücaət göstərmişdi. Düşmən səngərin içində ola-ola demək olar ki, artıq səngərin içinə çatıb düşmüşdü. Yəni atəş altında, atəş baskı altında irəliləyib düşmən səngərinə artıq düşmüşdü. Biz orada artıq düşməni tamamilə məhv elədik və bizim döyüş tapşırığımız var idi ki, biz susuzluqdan keçib Çəhli dağda yerləşməli idik. Lakin şəhidimiz də olduğuna görə məlumat verdik ki, bəs bizim şəhidimiz var. Bizə bildirdilər ki, şəhidi təxliyə qrupu çıxaracaq, siz döyüş tapşırığını yerinə yetirməlisiniz. Yəni, biz verilən komandaya əməl etdik. Təxliyə qrupu gəlib götürməli idi kapitan Abdullayevi, biz isə döyüş tapşırığına əməl etməliydik və belə də elədik, biz irəlilədik. Susuzluqda artıq bizə komanda verildi ki, siz olduğunuz yerdə mövqeylənməlisiniz, tapşırıq dəyişib. Gecə saat 3-ə qədər biz orada mövqeyləndik, özümüzə mövqe yerləri qazdıq, gözlədik. Gecə 3 olardı, bizə komanda artıq verildi ki, geriyə çıxmalısınız. Sabah bizdə belə bir əks kəşfiyyat məlumatı var ki, sabah saat 6-da düşmən qırıcıları sizin olduğunuz yeri bombardıman edəcək, siz oradan çıxmalısınız. Bizim 3 saat vaxtımız var idi, ancaq çox dərinliyə getmişdik biz. Buna baxmayaraq biz
verilən komandanı icra etdik və geriyə qayıtmağa başladıq. Biz geri çəkilərkən Koroğlu zirvəsinə qalxdıqca artıq səhər açılmışdı və düşmən bizi artıq aydın şəkildə görürdü. Yəni düşmənin digər postlarından bizi tam aydın şəkildə görürdülər. Bizi minamyot zərbələri ilə vurmağa başladılar və biz orada demək olar çox çətinliklə həmin zirvəni qalxdıq və orada biz bir neçə yaralı və şəhid verməli olduq. Onu da qeyd edim ki, yəni ağır çəki ilə, yəni yüksəklikdə həm də dəniz səviyyəsindən o qədər yüksəkliyə qalxmaq, yaralıq çıxartmaq və şəhid daşımaq daha ağırdı və daha çətindir. Lakin biz buna baxmayaraq düşmən tərəfdə biz bir nəfər yaralımızı və yaxud da ki şəhidimizi qoymadıq, hər birini özümüzlə gətirdik. Bizim artıq növbəti tapşırığımız Füzuli Cəbrayıl istiqamətindən oldu. Biz bərpa olunduqdan sonra bizi maşınlarla gətirdilər və Füzuli istiqamətindən artıq demək olar ki, bütün çatışmazlıqlarımızı düzəltdikdən sonra, misal üçün sursat çatışmazlığımızı bərpa etdikdən sonra bizim növbəti tapşırıqlarımız başladı və biz Cəbrayıl istiqamətindən düşmən arxasına keçid etməyə başladıq və Cəbrayıl istiqamətindən keçdikdə mənim yadımdadır ki, biz birinci dəfə keçəndə oktyabrın 1-2-si səhv eləmirəmsə bu aralıqda olmalı idi. Biz düşmən postunun tam yanından keçmişdik. Yəni onların xəbəri olmamışdı da, heç bilmədilər ki, biz oradan keçmişik. Yəni həm də ki, yəni bir tabor şəklində. Yəni taborun keçməsini, yəni düşmən hiss eləməmişdi. Biz keçdik və Cəbrayıldan keçdik. Hadrut dağlarının artıq ətəyində Cəbrayıl istiqamətindən təbii ki, bərk yağışlar yağmağa başladı. Və biz müşahidə etdik ki, düşmənin böyük bir kolonu Cəbrayıldan Hadrut istiqamətinə irəliləyir. Və bu da bizim çox belə yaxınlığımızdan keçirdilər də, belə deyim. Orada bizim bölmələrimiz arxada yerləşdi və tabor komandirinin göstərişi ilə bütün snayperlər mövqeyləndik və düşmənin bütün kolonunu, apardıqları ağır texnikalarını hamısını izləməyə başladıq. Yəni orada da düşmən hiss eləmədi ki, biz orada yerləşmişik, mövqeylənmişik, çox yaxınlığımızdan keçdilər, belə deyim. Orada biz yağışların çox yağması bizim bütün əmlakımızı islatmışdı, üzerimizdə olan paltar, hər bir şey islatmışdı artıq. Mən bir sual vermək istəyirəm. Onlar hansı ki sizin yanınızdan keçdilər də, siz nə yaxşı onlara müdaxilə eləmədiniz? Bizim yerləşdiyimiz mövqedən və düşmənlərimizin keçdiyi yerdə biz düşmənə müdaxilə edə bilərdik və bu belə içimən qarışıq hamının ürəyindən keçən bir şey idi ki, biz orada onları məhv edək. Lakin tabor komandirinin göstərişi oldu ki, biz düşmən dərinliyindəyik və burada bir nəfər yaralının belə olması, yəni bizim üçün çətinlik yarada bilər. Bizim döyüş tapşırığımız var, biz irəliləməliyik. Yəni onlara müdaxilə, bu vəziyyətdə müdaxilə artıq bizim bir nəfərin belə yaralanması, onun şəhid olması deməkdir. Biz orada onlara müdaxilə, yəni belə deyim, onlara heç nə etmədik, sadəcə izlədik və onların texnikalarını, neçə texnikası keçməsini və şəxsiyyəti barəsində məlumat əldə etmiş olduq. Onu da qeyd edim ki, onlar oradan keçən zaman bir neçə qrupları ayrıldı və dərə boşluqlarında Hadrut istiqamətində qalxaraq yoldan kənarda, dərə boşluqlarında piyada əleyhinə minalar bastıra-bastıra qalxdılar və bu da bizim, yəni biz bunların hamısını görürdük və arxaya bildirirdik ki, yəni filan istiqamətlərdə artıq düşmən geri çəkilə-çəkilə minalar bastırır, nə bilim, sürpriz minalar qura-qura geriyə çəkilirdilər. Ondan sonra bizi yenidən qaytardılar arxaya ki, bəs hava şəraitinin uyğun olmamasına görə biz uyğun vaxtda yenidən keçməliyik. Biz geriyə qayıtdıq və geriyə qayıdarkən bərk yağışlı havanın yağışlı olması və bayaq qeyd etdiyim həmin postun yanından yenidən keçməli idik. Postun yanından keçərkən
bizim GPS-lərimiz bizim gəlib təxliyə edən KAMAZ-ların yerini, yəni xəritədə komandirlərimiz baxırdı və biz onlar dediyi istiqamətdə hərəkət edirdik. O GPS-lərin göstərdiyi yerlər belə çox çətin bir yerlər idi, yəni çətin keçiləsi bir yerlər idi. Düşmən şumladığı yerlərdən keçməli idi. Yəni əvvəllər orada taxıl əkiblər, yəni nəsə həmin o şumlanmış yerdən təsəvvürünüzə gətirin. Yəni o cür yağan yağışda oradan çox çətin idi keçmək. Adamın dizinə qədər az qalırdı ki, batasan palçığa. Biz düşmən postundan xeyli aralı olmağımıza baxmayaraq artıq düşmən bizi belə deyim ki, görmüşdülər ki, artıq biz buradan keçmişik, uzaqda da olsaq görmüşdülər. Və onların səhv etmirəmsə SPQ 900-dən açılan atəşin nəticəsində mənim qəhrəman döyüş yoldaşım Həsənov Səttam şəhidlik zirvəsinə ucalmışdı. Allah rəhmət eləsin. Biz növbəti dəfə bərpadan sonra yenidən Hadrut istiqamətinə irəliləməyə başladıq və Cəbrayıldan keçərək Hadrutun yüksəkliklərinə doğru çıxdıq və orada müşahidələr apardıq. Düşmənin xeyli canlı qüvvəsini, həmçinin zirehli döyüş texnikalarını gördük. Çünki onlar artıq orada mövqeylənmişdilər və yerləşmişdilər, gözləyirdilər ki, biz Hadrut istiqamətinə hücuma keçəcəyik. Hadrut istiqamətinə hücuma keçməyimizi bilirdilər, lakin onlar çox arxayın idilər ki, yəni onlar Hadruta girə bilməzlər. Çünki Hadrutun dağları da çox, ərazi relyefi də çox sərtdir. Buna baxmayaraq biz gecəni gözlədik və gizli şəkildə bayaq dediyim kimi, o qeyd etdiyim yerləşən düşmən mövqelərinin tam yanında gəldik, mövqeyləndik və bir gün, bir gecəsinə qədər orada gözləməli olduq. Çünki biz Hadrutun içərisini müşahidə edirdik ki, vəziyyət nədir, necədir, qiymətləndirməli idik. Və onlar biz orada olduğumuz müddətdə bilmədilər ki, yəni onların çox yaxınlığında, yəni bir xüsusi təyinatlı qüvvələrin bölməsi yerləşir və Hadrutu müşahidə edir. Biz Hadrut tərəfi müşahidə edirik. Onlar isə arxa tərəfi, belə deyim, yəni bizə tərəf olan istiqaməti müşahidə edirlər ki, görək hansı tərəfdən gəlirlər, yəni ona uyğun tədbir görsünlər. Və müşahidə etdiyimiz müddətdə biz gecə artıq Hadrutda həyəcan siqnalının verilməsini eşitdik. Yerli əhaliyə yəqin ki, təxliyə olunması üçün idi. Onları təxliyə olunurdu və artıq gecə tam da olmasa demək olar ki, əksəriyyəti çıxmışdı da, yəni Hadrut boşaldılmışdı artıq. Buna baxmayaraq düşmənin demək olar bütün qüvvələri, bölmələri Hadrutun müdafiəsinə yerləşdirilmişdi. Onların orada hələ də olması belə bir fikir ortaya çıxardır ki, yəni onlar düşünmürmüşlər ki, Azərbaycan ordusu bura kimi gələr, yəni hələ də orada yerləşibmişlər. Bəli, bizdə Hadruta hücuma keçməmişdən qabaq bizə hətta belə demişdilər ki, ermənilər deyir ki, bizim üstümüzə gələn kimlərdir? Azərbaycanlılar deyil, qoyun gəlsinlər. Yəni ki, gələ bilməzlər də, yəni onlar buranı ağa bilməzlər, yəni bu kimi müflər onlarda tuğyan edirdi ki, Azərbaycan hərbiçiləri bura gəlib çıxa bilməz. Lakin biz onların bu miflərini dağıtdıq və Hadrut artıq biz Hadrutun içərisinə doğru yavaş-yavaş irəliləməyə başladıq. Və Hadrutun içərisinə endikdən sonra onların artıq biz döyüş bölmələrini, zirehli texnikalarını harada yerləşdirdiklərini öncədən görmüşdük və koordinatlarını götürmüşdük. Komandir heyətimiz əlaqə saxlayaraq artilleriya atəşi istədilər və həmin, çünki onların zirehli texnikalarının, toplarının orada olması bizim Hadrutun iç əməliyyatlarında bizə maneçilik törədəcəkdir. Və ağır artilleriya atəşi oldu və bizə bildirmişdilər ki, artilleriyanın təhlükəsizlik məsafəsi var. Bildirmişdilər ki, təhlükəsizlik məsafəsinə çəkilin, yəni artilleriya atəşi icra olunsun. Bizim komandir heyətimiz biz çox dərində, yəni Hadrutun içərisində olmağımıza baxmayaraq bizə
təhlükəsizliyimizin qorunmasını və mövqeylənməyimizi əmr etdi. Çox, yəni deyim ki, təhlükəsizlik məsafəsini biz keçmişdik. Yəni artilleriya atəşi zamanı biz təhlükəsizlik məsafəsində idik, belə deyim. Artilleriya atəşi icra olundu və düşmənin yerləşdirilən o zirehli texnikaları, hansı ki səngərləri, bölmələri artilleriya atəşi ilə vurulmağa başladı. Bundan sonra biz artıq Hadrutun içərisinə düşdük və qəbirstanlıq var idi orada. Gecəykən həmin qəbirstanlıqda səhər, belə deyim, hava işıqlanana kimi həmin qəbirstanlıqda, erməni qəbirstanlıqda gözləməli olduq və oradan komandir heyətimizin təyin etdiyi kimi pusqu yarım qrupları, içəridə arama-tarama edən antiterror qrupları ayrıldı və pusqu yarım qrupları hamısı yerləşdirildi və daha sonra biz içəri, Hadrutun içərisinə daxil olduq, belə deyim. Artıq içəridə əməliyyatlara başladıq. Bir də onu deyim ki, biz Hadrutun içinə girərkən, yəni Hadruta öz istiqamətimizdən hücuma keçmədik. Biz həmin o yerləşən ermənilər ki var, dediyim o bölmələr ki var idi, hərbiçiləri, onların yanından biz keçdik. Düşmənin öz tərəfindən, yəni arxa tərəfindən, bildiniz necə? Yəni onlar bilməzdi ki, öz tərəfindən, yəni necə hücum gözləsin. Biz onların, yəni arxa tərəfindən keçməyə başladıq. Hətta biz orada görmüşdük ki, bizi görən günüz artıq hava işıqlaşmışdı. Bizim pusqu yarım qruplarımız yerləşdikdən sonra biz içəri hücuma keçən zaman, yəni onu danışıram. Onlar bizə baxırdılar, çaşbaş qalmışdılar ki, yəni bunlar bizim bölmələrimizdimi? Yəni bizim bölmələrimiz isə yəni bu forma təsəvvürünə gətirmirdilər. Təsəvvürlərinə gətirmirdilər ki, yəni burdan yəni hücum olmaz axı, öz tərəfləridir. Biraz yəni elə bir səhnələr də olmuşdu ki, yəni onlar durub bizə belə key-key baxırdılar ki, bunlar kimdilər? Yəni bizə niyə məlumat verilməyib, əgər bunlar bizim öz bölmələrimizdirsə. Və biz oradan Hadrutun içərisinə hücuma keçməyə başladıq. Təbii ki, bizim mülki əhali ilə heç bir işimiz olmayıb. Biz erməni vandalları kimi, yəni bu vəhşilikləri heç vaxt törətməmişik. Bizim ancaq döyüşümüz onların hərbiçiləri ilə olub. Biz Hadrutun içərisinə keçdikdən sonra bizim kilsə idi, səhv eləmirəmsə, kilsənin yanında bir neçə erməni hərbiçisi atəş açmağa başladı. Biz də döyüş quruluşu ilə irəliləyirdik və sağlı, sollu küçədə, yəni döyüş quruluşunda irəliləyirdik. Biz orada, deməli bizim qarşımıza düşmən, bir neçə düşmən orada atəş açmağa başladı. Bizim snayperimiz vardı. Adını çəkmək istəmirəm, hal-hazırda xidmətdədir. O düşmən evinin damına çıxaraq həmin bizim atəş açan erməniləri məhv etmişdi. Məhv etməsinə baxmayaraq, həmin o kilsə dediyim yerdə digər paralelində olan küçədən, yəni biz olduğumuz yeri görmək olurdu. Oradan artıq atəş səsləri eşidilməyə başladı və biz həmin yeri keçməli olduq ki, qarşı tərəfə keçə bilək. Biz oradan bir-bir demək, yəni atəş altında olsa da sürətli şəkildə keçməyə başladıq və oranı hər birimiz sağ-salamat keçdik. Bizə bildirdilər ki, Hadrutun içərisində olduğunuz yerdə ən yüksək bir bina seçin və onun üstünə Azərbaycan bayrağını asın. Cənab prezidentimiz bayraqlarla, yəni izləyəcək və xalqa müraciəti olacaq Hadrutun azad olunması ilə bağlı. Və biz orada bir yüksək bina seçdik. Onun üstünə yenə də xidmətdə olan bir döyüş yoldaşımız var, snayperdir. O üçrəngli bayrağımızı həmin evin üzərində asdı. Bundan sonra Azərbaycan bayrağının orada asılması artıq digər yerlərdə, yəni Hadrut tam təmizlənməyib, digər yerlərdə olan düşmənin də daha da belə deyim də qıcıqlandırırdı. Onlar hər tərəfdən bayrağı salmaq üçünmü və yaxud bilmirəm nə üçünsə, yəni həmin olduğumuz yerə hücuma keçməyə başlamışdılar. Bizə tapşırıq verildi ki, yəni həmin olduğunuz bayrağı asdığınız yerdə, yəni orada mövqeylənin və
bayraq yəni düşməsin də oradan, belə deyim. Biz oradan mövqeyləndik və artıq bizim digər qrupumuz da Hadrutun aşağı tərəfindən hücuma keçmişdi. Yəni ermənilər artıq çaşbaş qalmışdılar. Bilmirdilər ki, hansı tərəfdən keçsinlər, çıxsınlar, canlarını qutarsınlar, belə deyim. Biz yerləşdiyimiz evin həyəti belə dərə kimi bir yer var idi, dərə idi. Ermənilərin bəziləri oradan qaçmaq istəyirdilər, oradan gələnləri vururduq, nə bilim, yolla gəlmək istəyirdilər, oradan gələnləri vururduq. Təbii ki də bunların bir-birləri ilə əlaqəsi var idi. Artıq başlarını itirmişdilər, bilmirdilər ki, hara qaçsınlar, canlarını necə qutarsınlar. Mənim yadımdadır ki, gecə həmin evdə növbə aparırdıq, növbə çəkirdik. Mənim, yenə də deyim, badim var idi döyüşdə. O da xidmətdədir, adını çəkmək istəmirəm, lakin onun qardaşının adını çəkmək istəyirəm. Xüsusi təyinatlı qüvvələrin aprel döyüşləri şəhidi Qasımov Teymur Sabiroğlu, yəni aprel döyüşlərində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmışdı. Onunla döyüş növbəsində idik gecə ikimiz. Birdən aşağıdan, yəni asfaltın yoldan, həmin evdə tam asfaltın qırağındadır. Belə ağır texnika səsi gəldi, KAMAZ imiş sən demə, bu da içərisində dolu düşmənlə bir yerdə. Üstümüzə gəlirdilər bizim. Və həmin o KAMAZ-la içi dolu şəxsi heyətlə bir yerdə və digər növbədə olan yoldaşlar həmin onların hamısını demək olar ki, məhv etmişdik içi dolu KAMAZ-la bir yerdə. Digər aşağıda yerləşən həmin evin həyətində, yəni bağında deyim də, belə deyim, bağında yerləşmiş uşaqlar da, yəni döyüş yoldaşlarımız aşağıdan keçən düşmənləri məhv edirdilər. Orada bir nəfər düşmən vurulmuşdu, hələ də onun səsi mənim qulağımdadır. Gecə səhərə kimi yalvarırdı, rus dilində zarıyıb yalvarırdı ki, yəni mənə kömək edin, mən artıq ölürəm. Təbii ki, bu düşməndir, mənfur düşmənin hiləsi heç vaxt, yəni bunlardan əksik olmayıb. Biz istəyərdik ki, düşmən də olsa, yox, bunu da demirəm. Niyə ki, ona kömək edimə qoy ölsün də Biz gecə səhərə kimi onun o iniltisini, o zarıltısını eşitmişdik. Gecə səhərə kimi bizə yalvarırdı ki, onu öldürməyək, köməklik göstərək ona. Lakin o səhərə yaxın ölmüşdü. Səhər biz gedib onun leşini gördük orada. Hadrutda həmin evin mühafizəsindən sonra həmin gün ora bir neçə deməli düşmən maşını gəlib yaxınlaşmışdı, həmin oradan keçən. İçərisində də yəni düşmən, təbii ki, içərisində bir neçə düşmənlə birgə. Biz onların hamısını məhv etmişdik. Növbəti gün biz hərbi hissəyə doğru irəliləməli idik və orada oranı təmizləməli idik. Orada 3 dənə bina var idi, yan-yana təzə yeni tikilmiş bir bina var idi. Bizim getdiyimiz küçənin paralelində yerləşən bir küçədə idi həmin binalar. Biz gördük ki, o binanın həyətində 3-4 erməni belə olar, belə panik şəkildə bir-birləri ilə danışırlar. Bizdə qrup komandiri var idi, xidmətdədir hal-hazırda, adını çəkmək istəmirəm. O komanda verdi ki, mənə vur da onu. Dərhal mövqeyləndim və həmin onu düz başından vurmuşdum mən. Hələ də o səhnə gözümün qabağındadır ki, o necə havaya qalxdı da, yəni ona güllə dəyərkən onun necə uçmağını şahid oldum, yəni gördük. Digərləri də onun vurulmağından yəni şey oldular ki, bu hardan açıldı bu güllə, bu necə oldu da, birdən-birə sərildi yerə. Digərini də vurdum, ancaq bir nəfərin artıq qaçırtmış oldum, ona çatdıra bilmədim, təəssüflər olsun ki. Hadrutun hərbi hissənin təmizlədikdən sonra artıq bizə növbəti tapşırıqlar verildi və Hadrutdan sonra Ərgünəş dağıda səhv etmirəmsə, o istiqamətdə irəliləmək əmri gəldi. Orada düşmənin canlı qüvvələrinin olması və orada mövqeylənmələri bildirildi. Biz həmin istiqamətdə irəlilədik və
Hadrut alındıqdan sonra, Hadrutdan sonra belə deyim, həmin Ərgünəş dağına doğru qalxmağa başladıq və həmin o dağ da belə, yəni açıq, çılpaq dağ deyil də, belə deyim, meşə örtüyü ilə əhatə olunmuş bir dağdır. Biz meşə relyefində hərəkət etməyə başladıq və düşmənin bir radiolokasiya sistemini yanına gəlib çıxmışdıq. Həmin radiolokasiya sistemi bizdən öncə, yəqin ki, bizim bayraqlar vasitəsilə artıq vurulmuşdu. Biz onun yanına gəlib çıxdıq və düşmən səslərini eşidirdik ki, yəni bu ətrafda düşmən hardasa mövqeylər qazır, özlərini mövqeylənirlər. Biz ərazinin kəşfini apardıq və düşmənin nə qədər məsafədə, hansı istiqamətlərdə olmasını öyrəndik və müəyyən, hardasa təxmini olaraq 1 kilometrə qədər həmin radiolokasiya sisteminin yanından aşağıya doğru, yəni qarşı tərəfə doğru irəliləməyə başladıq. Və orada da müşahidələr apardıqdan sonra tabor komandirimiz bildirdi ki, bir neçə nəfər, yəni 3-4 nəfər snayper ayrılsın və qayıtsın bayaqki radiolokasiya sisteminin yanına, oradan düşmənin olma ehtimalı var və oradakı vəziyyəti qiymətləndirsin, bizə məlumat versin. Əgər düşmən varsa da yenə də yəni məhv eləsin. Ora gedən snayperlərdən biri də mən idim. Mən sevmirdim də, yəni təchizatımı, veşmişokumu hardasa qoymağı. Çünki özümə lazım olan elə vəziyyətlər olur ki, özünə lazım olur, sən onu bir də gedib axtarıb tapmaq çətin məsələdir. Komandir bildirdi ki, veşmişoklarınızı qoyun burada, yəni özünüzlə aparmayın da, bir də onsuz da qayıdıb gələsiniz. Mən dedim ki, yox, özümlə aparım, özümlə də gətirərəm də. Veşmişokumu götürdüm. Və biz ora gəldik, ərazinin müşahidəsini apardıq. Dedik ki, burada heç kim yoxdur da, həqiqətən də həmin müddətdə orada heç kim yox idi. Rabitə vasitəsilə əlaqə saxladıq, bildirdik ki, burada heç kim yoxdur da, yəni təmizdir. Tabor komandiri dedi ki, hə, onda qayıdın, gəlin, bəs veşmişoklarınızı götürün, biz də qayıdırıq ora. Mən veşmişokumu əvvəlcən götürdüyümə görə dedi ki, İskəndərov Əli götürüb də veşmişokunu. Qalsın orada, bir də yanında bir nəfər qalsın. Mənim də yanımda rəhmətli Quliyev Tərlan məndən bir yerdə qaldı orada. Onun veşmişokunu da digər gələn yoldaşlar gətirməli idi. Biz orada düşmən özü üçün mövqe qazmışdı. Biz Tərlana dedim ki, Tərlan gəl düşək bura, mövqedə gözləyək. Bilmək olmaz da, hər an gələr, düşmən gələr, eləyər, yerimiz uyğun qaydada olsun. Biz orada elə düşmənə tərəf müşahidə aparırdım silahımın pesosu ilə. Bir də baxdım ki, aşağıdan meşənin elə dərinliyindən də olar bir 200 metr filan belə aralıdan. Belə qaraltı kimi nəsə bizə sarı yaxınlaşır. Birinci açığı, yəni ehtimal eləmədim ki, bu düşmən olar. Çünki onların radiolokasiya sistemini bayraqlar vurduğuna görə yəqin edirdim ki, bura gəlməzdilər də, belə deyim. Birinci elə bildim ki, hər hansısa bir heyvandır. Çünki meşədə də qaranlıqdır, yəni çox şey olur, yəni belə deyim də, qaranlıq olur. Sən həm də ki, silahın pesosu ilə o qədər məsafədən, yəni qaranlıqda bir canlını ayırd etmək biraz çətindir, daha ki, o sənə yaxınlaşana qədər. Tərlana bildirdim ki, Tərlan dedim, aşağıda nəsə qaraltı var, gözləyək, biraz yaxınlaşsın, amma bilmirəm da nədir. Biraz yaxınlaşdı, gördüm ki, bu hərbiçidir. Bizim könüllülərdə də o kaskadan var idi deyə, yaşıl kaskalar. Yəni həmən atəş açmadım, dedim ki, yəni bizim birdən könüllülər olar. Rabitə vasitəsilə nə qədər əlaqə saxlamağa çalışdımsa da xeyri olmadı. Yəni tərslikdən həmin vaxtı biz, yəni bölməmizlə əlaqə saxlaya da bilmədim ki, o yuxarı ilə dəqiqləşdirsin ki, yəni öz bölməmizin, hansısa bir bölməmizin hərbi qulluqçusu olmasın da, yəni bilək ki, kimdir. Əlaqə saxlaya bilmədim, daha məcbur gözlədim ki, qoy biraz da yaxınlaşsın da. Hardasa 60-70 metr məsafədə artıq gördüm ki, bu düşmən formasındadır da, düşməndir bunlar. Dedim ki, Tərlan, düşməndir, erməndirlər. Məndə SPD-dir də.
Mən avtomatik deyil ki, mən buna səpəm. Mən dedim biraz yaxına buraxıb bunları vuracağam. Əgər qaçan olsa, yəni sən atarsan da, sən də atıb dəstək verərsən mənə. Hə, düşmən biraz da buraxdım yaxına. Tam rahat bildim ki, da bizdə də buradan qaça bilməz. Onların da xəbəri yoxdur ki, mən burada oturub bunları yerləşmişəm. Onların özlərinin qurduğu mövqedə yerləşmişəm. Yəni bunlar bilmir ki, orada kim var. Bunlar da biraz canı çıxa-çıxa qalxır da yuxarı, belə deyim. Normal qalxmır. 5 metr qalxır, oturur, su içir, əllərində də bir dənə belə hərbiçi geyimində, belə hərbiçi vidində deyirlər. Əllərində qarazı kimi butulka gəzdirib, yəni butulkadan su içirlər, otururlar bir də. Yəni geyim olaraq hərbiçi onların öz formalarında idilər təbii ki, başlarında kaskad, döyüş ileti filan silah əllərində. Tam mənim istədiyim məsafəyə gəldikdən sonra birini tam alnından vurmuşdum. Digərini sinəsindən vurmuşdum. Sonra biz yaxınlaşdıq, baxdıq, döyüş iletinin dəmiri kül olub belə üzünə dağılmışdı. Digərini isə yaralamışdım. Ona yəni birini vurduqdan sonra ikisi girdi ağacın arxasına, başladılar qışqırmağa, bağırmağa. Həmin vaxt mən onların dilini bilmirdim. Sonradan erməni dili kursuna getdim və erməni dilini mənimsədim. Başa düşmürdüm ki, nə deyir. Birini öldürdükdən sonra dərhal yəqin ki, yerində keçinmişdi. İkisi ağacın dalında qışqırırdı. Ax Berzan, ax Berzan. Daha indi bilirəm ki, ax Berzan yəni qardaş deməkdir onlar da. Yəqin ki, o yerə yıxılan qardaşların dərdini çəkirdilər ona. Onu bağırıb çağırırdılar. Mən də başa düşmürdüm nə deməkdir. Elə bilirdim ki, bunlar elə bilir ki, atəş açan kimdirsə ax Berdi. Mən də bunlara bildiyim ancaq o idi ki, rus dilində deyirdim ki, ax Berdi suda istəyirdim ki, ağacın dalından çıxsın ki, mən bunu vurum da. Biraz elə biri çıxdı, bayaq dediyim, onu da sinəsindən vurdum. Bunu vuran kimi o üçüncüsü bildi ki, yəni bu şeydir da, mən bunu da vuracam. Başladı qaçmağa. Ziqzaq yaza-yaza qaçdı. Arxasından nə qədər atdım, yəni bildim onu mən vurdum. Ancaq yıxılmadı yerə. Qanını filan sonra getdim, baxdım, qan oradaydı, ancaq yıxılmadı. Yaralı qaçdı yəqin ki. Sonradan mənim qarşıma YouTube-da çıxmışdı. Bir erməninin müsahibəsi Hadrutda yaralanıb və eyni o səhnəni danışırdı. Birdən snayper bizi vurmağa başladı. Səngərimizə çatmağa az qalmışdı. Serjantım qaçdı. Özünü çatdırdı. O vurulmadı. Snayper dayanmırdı. Üstü açıq olan bir boşluq var idi. Səngərimizə çatmaq üçün oradan keçməli oldum. Orada biraz dincəldim, yorulmuşdum. Sonra durub qaçmağa başladım. Qaçanda snayper məni arxamdan vurdu. Yerə yıxıldım. O atəşə davam edirdi. Amma bir daha məni vura bilmədi. O da yəqin baxar sizin müsahibənizə. İnşallah. Mən burada bizim bu atəş səslərimizi bizim digər yoldaşlar da artıq eşidib, bir də gördüm təlaş içində hamısı gəlib çıxıblar ki, şeydir, bəs atəş səsləri nə idi burada? Dedim ki, baxın da, ikisini hazırlamışam yerdədir. Onlar daha çox idi, yoxsa elə 3 nəfər idi? Mən üçünü gördüm. Bəlkə də onların dazor buraxdıqları heyət idi. Artıq gerisi çəkildi, ehtiyat elədi ki, yəni daha çox ola bilərlər. Biz oradan sonra artıq digər tapşırıqlara yollandıq və növbəti həmin ərazidə növbəti tapşırıqlara. Çünki həmin ərazidə onlar artıq partizan şəklində yerləşməyə başlamışdılar. 10-10, 12-12 meşədə özlərinə mövqelər, yerlər qazaraq yerləşmişdilər. Bizim növbəti tapşırığımız deməli düşmənin həmin ərazidə növbəti mövqeyi üzərinə oldu. Bizdə olan məlumata görə orada düşmən sayı az olmalı idi. Biz düşmən arxasına keçmişik, onların həmin o yerləşdiyi yerə. Hücuma keçdikdən sonra orada yadımdadır, Xan Kişiyev Mədəd həmin elə ərazidə yerdə şəhid oldu, Allah rəhmət eləsin. Xan Kişiyev Mədəd qarşıda gedirdi, yəni onun bir nəfər səhv eləmirəmsə polkovniki də öldürmüşdü və bir neçə hərbi qulluqçularını öldürmüşdü onların, düşmənin xüsusi təyinatlısının 022-sini. Orada Xan Kişiyev Mədəd, orada qadın snayperlər də var idi.
Bunları öldürdükdən sonra Mədəd onların arxasınca qaçdı ki, o qaçanları da vursun. Qaçdı, belə yüksəklik kimi bir yer var. Oradan baxdı. Yəqin ki, onlar hardasa mövqeylənib, çönüb yerdən Mədədi atmışdılar başından, baş nahiyəsindən. Mədəd orada şəhidlik zirvəsinə ucalmışdı. Və ondan sonra biz yenə həmin istiqamətdə növbəti düşmən mövqelərinə hücuma keçdik və düşmən mövqesinə hücuma keçəndə demək biz belə meşədə bir uzun bir boyun kimi belə təsəvvürünüzə gətirin. Biz ora hücuma keçmişik. Bizim arxamızda demək ki, düşmənin bölmələri qalıb postlar kimi də belə 10-13 nəfərlik. Onlar bu atış səslərini eşidib geriyə öz tərəflərinə qaçmaq istəyirlər və geriyə qayıdarkən görürlər ki, biz ortadayıq da, yəni bunlarla döyüşürük digər bölmələrindən. Bunlar da arxadan bizi mühasirəyə alıb bizə atəş altına aldılar da, belə deyim. Biz orada mühasirəyə düşdük. Və bu mühasirə, yəni insanın ən çətin anları nədirsə, yəni biz o çətin anlarımızı yaşamışıq. Çünki biz gözləmirdik orada belə bir vəziyyət alınar, biz orada puskuya düşə bilərik. Çətinliklə də olsa orada hətta bizim üstümüzə BMP-lərin belə çıxartmışdılar. Yəni o səhnə hələ də gözümün qabağındadır. BMP-dən çıxan alovu görürdüm də, belə deyim. Tam olaraq onlar da risk eləyib çıxartmırdılar. Belə yuxarı durmuşdu BMP-nin silahı və başımızın üzərində olan bütün ağacları belə deyim də piçib bizim üstümüzə tökürdü. Yəni onlar elədilər ki, bir şey ki, bizi mühasirəyə alıblar öz bölmələri. Bunların yəni hərbiçiləri ilə bizim aramız maksimum olar 15 metr, 20 metrdə, yəni ən uzağı olduğumuzu deyirəm. Onlar yəni o məsafədə ola, yəni bizim olduğumuz yerə minamyot zərbələri indirməyə başlamışdılar. Yəni öz hərbiçiləri ölsə belə də, belə deyim. Öz hərbiçilərini öldürmək bahasına olsa belə, yəni oranı minamyot zərbəsi ilə vururdular və orada biz xeyli yaralı verdik. Şəhid verdik orada. Buna baxmayaraq düşmənin canlı qüvvələrini məhv etməyi bacardıq. Elə orada mən özüm də yaralandım. Mənim döyüş badim var idi. O da yaralandı. Badim haqqında bir şey danışmaq istəyirəm qısa. Buyurun. O yaralananda yaxınlaşdım ona ki, bəs vuruldummu deyə o yerdə idi. Dedi ki, hə də, bəs mən vuruldum, sinəmdən vurulmuşam. Bu sinəsindən vurulmaq deyəndə artıq mən çox pis oldum, bildim ki, yəni dedim bu qədər düşmən dərinliyindən sinəsindən vurulmağını, yəni çətin biz bunu sağ çıxarda bilək də. Həmin o badimində özü xidmətdə olduğuna görə adını çəkə bilmirəm. Bayaq dedim, yəni qardaşı xüsusi təyinatlı qüvvələr mənsubu olmuş şəhid Qasımov Teymur Sabirov oldu. Onun qardaşının onda bir sepi var idi boğazında, gümüş sepi. Demək, düşmən trasiya güllədən atılan atəş gəlib bunun həmin o sepinə dəyib, içəridən ətinə dəyməyib də, sepə dəyib, içəridən fırlanıb Naqulnikin dəmirinə girmişdi. Bu da bunda yandırma verir deyə trasiya güllə. Bu elə bilir ki, güllə bunun sinəsinə girib, fərqində deyil ki, yandırdığına görə bu cür başa düşür də. Yəni baxın, görün. Hə, yəni o sep qardaşının ona hədiyyə etdiyi sep onu belə deyim də ölümün pəncəsindən qurtarmışdı. Hə. O məndən orada FSB istədi. Mən öz FSB-mi ondan qabaq yaralanmış döyüş yoldaşımız var idi, Məmmədov Sənan. Ona vermişdim. O da ağır yaralanmışdı böyrəyindən. Demək olar ki, bütün içalatı çöldə idi də adamın. Belə paketə yığıb o vəziyyətdə çıxartmışıq biz onu. Hə, ona vermişdim. Ona FSP-min olmadığını bildirdim. Ancaq döyüş yoldaşlarımız var idi. Aşağıdan pambıq tapdılar, gətirdilər. Verdiyi bu doldurdu belə sinəsinə ki, qanaxma olmasın. Və mən bunu qoydum orada. Artıq sağ adam az qalıb. Hamı demiyorlar, yaralıdır, yerdədir də. Düşmənin bu puskusundan da çıxmaq lazımdır. Minamyot zərbələri bir tərəfdən, düşmənin BMP-si ağzımızın içində bütün başımızın üstündəki ağacları biçib başımızın üstünə tökür. Dayanmadan da döyüş yoldaşlarımız bir-bir yıxılır yerə.
Bu həm bir stresli, həm də ki bir çıxılmaz vəziyyətdir də bu. Məcburuq ki, heç mövqeylənməyə də yer yox. Mövqeylənməyə də təbii ki, ancaq yəni ağaclar var, 360 dərəcədə mühasirədəsən. Yəni harada mövqeylənsən, yəni bu tərəfə mövqeylənsən, sənə bu tərəfdən güllə dəyəcək də, yəni mümkün deyil. Az sayda döyüşçü yoldaşımız yəni salamat qalmışdı. Belə qərar qəbul olundu ki, gəldiyimiz istiqamətə heç olmaqsa düşmən mövqesini yaraq, çünki qarşı tərəfdə çoxdular. Geriyə yaraq, heç olmasa bu istiqamətdən çıxardaq, yaraqlarımızı çıxarda bilək. Mən orada mövqeyləndim. Oradan arxa tərəfdən bayaq dediyim hansı ki bizi mühasirəyə alanlar ki vardı. Onlar bir-bir belə kolluq kimi bir şey var idi. Onun arxasından çıxırdılar. Orada mən mövqeyləndim. 2 ağac var idi, onun arasında mövqeyləndim. Bir-bir gözlədim. Onların ayaq səsləri ilə çəkdim. İkisini vurdum orada. Üçüncünü artıq qismət olmadı. Üçüncünü, yəni onun istiqamətində çəkirdim ki, vuram. Əlimdən bərk udar tutdu əlimi belə. Birinci anlamadım ki, yəni bu nə oldu deyə belə əlimə. Sonra baxdım ki, artıq əlcək əlimdə açılıb, pis vəziyyətdədir. Əlim yəni bərbad vəziyyətdədir. Gördüm, yəni özümdəyəm də, huşum getməyib, yaxşıyam. Əlimi tutdum. Çəkildim, düşdüm aşağı. Bir də baxdım ki, Badim döyüşünə davam eləyir. Barmağından da vurulmuşdu. Bir də baxdım ki, bu adam diz üstə durub başlayır düşmənə atəş açmağa. Dedim, bəs nə oldu da, sən vurulmamışdın, nətər oldu? Deyir, yox, deyir, bəs sən demə, trasiya gülləymiş. Ciyərimi deşməyib, daha şükür. Yəni, o vəziyyətdə görmək belə, yəni, o cür çətin vəziyyətdə olsaq belə, yəni mən... Öz əliniz yaddan çıxdı. Həqiqətən çox sevindirmişdi ki, yaxşı qutardı da, belə deyim. Biz həmin vəziyyətdən çıxmağa bacardıq və onların axırıncı, bilmirəm, 6 nəfər, 7 nəfər düşmən qalmışdı. Onlar da öz atdıqları minamyot gəldi, düz düşdü ortalarına, öz hərbiçilərini özləri məhv elədilər. Digər düşmənin BMP-sini isə bizim hansısa bölməmiz, bilmirəm, görmüşdülər nə edirsə, yəni öz bölmələrimiz tərəfindən onların o BMP-si vurulmuşdu. 2 BMP idi, biri vurulanda digəri artıq qaçdı, yəni atəş açmağa. Biz o mühasirədən çıxanda, yəni birinci adam, yəni döyüş vaxtı vurursan, yəni düşməni məhv edirik, düzdür, ancaq fərqinə varmırsan ki, yəni nə qədər vurdun da, belə deyim, nə qədər öldürə bilərsən ki. Mühasirədən çıxanda biz onu gördük ki, belə uzanmışdılar da, belə deyim, birinin başı birinin üstündə, birini belə sərilmişdilər nə qədər düşmən. Yəni onu da bildik ki, yəni həqiqətən biz böyük bir iş gördük də, o cür mühasirədən çıxa bildik, bunu belə deyim. Biz o mühasirədən çıxmağı bacarmışdıq. Biz tamamilə onları məhv etdikdən sonra biz oradan çıxırdıq. Deməli, düşmənin bir dənə yaralı hərbiçisi qalmışdı yerdə. Mən nəyi demək istəyirəm? Onlara heç vaxt yazığı gəlməsi deyil. O yerdə ağzından qan tökülürdü. Bizi görür, biz yaralılar çıxırıq, gücü çatmır. Avtomatı qaldırmaq istəyir belə, bizə atəş açması üçün. Avtomatı qaldırır, gücü çatmır, ağzı üstə yıxılır bir də. Yəni ağzı üstə yıxılır bir də. Yəni adam o vəziyyətdə belə bizə atəş açmaq istəyirdi. Təbii ki, onu da zərərsizləşdirdi, yerindəcə dərhal məhv elədik. Əsl xüsusi təyinatda olmaq, yəni mən elə başa düşürəm ki, yəni orada özünü göstərir ki, yəni bir xüsusi təyinatlı nəyə qadirdir? Yəni o cür mümkünsüz bir pusqudan, yəni biri var ki, sən pusqunu yarıb çıxa biləsən, biri də var ki, yəni bütün mühasirəni sənin mühasirə ilə bütün düşmən qüvvəsini məhv edib çıxasan. Həmin mühasirəyə düşəndə bizə həm də minamyot zərbələri ilə atəş altında saxladılar və həmin zaman bir neçə dəfə bizim yanımızda mərmi partlayışları oldu. Həmin partlayışlardan kəllə beyin travması da almışdım. Və bu məndə həmin vaxt, belə deyim də, huşumu itirməklə nəticələnmişdi. Lakin yoldaşlarımın müdaxiləsi ilə yenidən döyüşlərə davam eləyirdim. Əlimdən yaralanmağım isə bayaq qeyd etdiyim kimi
gözləmədiyim bir vaxtı oldu. Biz həmin vaxt mühasirədə idik. Mən gözləmirdim ki, yəni sağdan atəş gələr, çünki özümə yaxşı mövqe seçmişdim. Sağ tərəfdən mən elə başa düşürəm ki, dəqiq atəş deyildi. Çünki dəqiq atəş olsaydı, yəni başımdan zərbə ala bilərdim, ya ata bilərdilər. Kor güllə, mən elə bilirəm ki, bu kor güllə nəticəsində gəldi, mənim əlimə dəydi. Nə də ki, snayper gülləsi deyildi. Çünki snayper gülləsi dəymiş olsaydı, onun yəni dağımı daha çox olardı. Yəni əlim bəlkə də paramparça olardı. Elə bilirəm ki, bu 5.45 çaplı avtomat gülləsindən gələn atış nəticəsində oldu. Hospitalda müalicələrimdən sonra yəni mənim müalicələrim uzun müddətli çəkdi. Həm başıma görə, həm əlimə görə 2 il müalicələrim davam elədi və sonradan həkim komissiyasının qərarına uyğun olaraq hərbi xidmətə yararsız kimi qiymətləndirildim və 3-cü qrup əlilliklə ehtiyata buraxıldım. Əslində mən YouTube kanalları belə izləyən, YouTube'da proqramlara baxan bir insan deyiləm. Nə də ki, digər sosial şəbəkələr olsun, yəni oturum izləyim, ya heç televizora da baxmaqla daram yoxdur. Və boş vaxtlarınızı necə keçirirsiniz? Boş vaxtlarımı indi biraz səhhətimlə bağlı o şeylərə fasilə vermişəm. Yəni belə sevimli işim idman eləməkdir. Müəyyən səbəblərə görə səhhətimlə bağlı fasilələr vermişdim. Ancaq indi sizə növbəti planımız haqqında da məlumat verim yeri gəlmişkən. Xankəndi şəhərində inşallah qısa bir müddətdə, yaxın vaxtlarda Xan Yaşma adlı idman zalımızın fəaliyyəti başlanacaq və bunun üçün sağ olsunlar şərait yaradılıb, müəyyən güzəştlər olunub bizə və yenidən inşallah idman arenasına geri dönməyi planlaşdırıram. Bir döyüşçü kimi olmasa da, bir məşqçi kimi inşallah yenidən bu sahəyə qayıtmağı nəzərdə tutmuşam və inşallah gələcəyin xüsusi təyinatlarını, gələcəyin hərbiçilərini, gələcəyin vətənpərvar övladlarını yetişdirmək üçün, yəni bu sahədə mənim üçün necə deyirlər, şərəfli bir peşədir. Bu sahədə də xalqıma, millətimə xidmət etmək istəyirəm. Mən xüsusi təyinatlı qüvvələrdə xidmət elədiyim gündən əmin idim ki, biz Qarabağı işğaldan azad eləyəcəyik. Bu mənim döyüş yoldaşlarımın və həmçinin özümün təlimlərdə göstərdiyimiz əzmkarlıqdan bəlli idi ki, hər zaman biz döyüş tapşırıqlarına hazırıq. Cənab Prezidentimizin, Ali Baş Komandanın döyüş əmrini gözləmişik və o gün oldu. Biz xalqımıza, millətimizə bu sevinç hissini yaşada bildik, şükür Allaha. Və bugünkü gün özümüz də qürurla gəlib bu torpaqları ziyarət edirik. Yəni, bura gələn hər bir vətəndaşımız, hər bir Azərbaycanlı, gənci, böyüyü dalğalanan üç rəngli bayrağa baxıb hər zaman fəxr eləməlidir. Çünki öz millətimiz, Azərbaycan millətinin hər bir nümayəndəsi bu torpaqlara gəldikdə əmin olsunlar ki, bizim şəhidlərimizin ruhu şad olur. Ona görə də bu torpaqları qorumalıyıq, qurmalıyıq, yaratmalıyıq, gələcək nəsillərə daha böyük töhfələr verməliyik. Sizin bu vətənpərvər mövzularda bu qazilərimizin və şəhidlərimizin döyüş yolunun işıqlandırılması, xalqımıza, millətimizə çatdırılması, bu özü də bir, belə deyərdim, xalqımıza, millətimizə bir xidmətdir. Yəni, bunun üçün sizə təşəkkürümü bildirirəm. Çox sağ olun. Və siz bəlkə qeyd elədiniz ki, idman zalı ilə bağlı, yəni özü də bu fəaliyyətin, bu işğaldan azad olunmuş şəhərimizdə olması özü bir ayrı qürur verici hissdir sizin üçün düşünürəm. Təbii ki, bunu da xüsusi olaraq fikirləşmişik. Xankəndi şəhərində, ümumiyyətlə Qarabağ ərazisində bu cür idman zalının ilk olaraq açılışı, yəni ilk dəfə olaraq olacaq və düşünürəm ki, buradan gələcəyin əsl vətənpərvar övladları yetişəcək və o şəhidlərimizin uğrunda canını verdiyi şanlı bayrağımızı fəxri kürsülərdə hər zaman
ən uca məqamda yüksəldəcəklər və mənfur düşmənimizi hər zaman bu himlə ayaq üstə dinləməyə məcbur edəcəklər. Və gələcəyin, bilmirəm, bəlkə də mənim kimi xüsusi təyinatlıları inşallah buzaldan çıxacaq.